Bəli, dediyimiz kimi İran-ABŞ görüşü artıq sabah keçirilə bilər, aprelin 16-sında və görüş yeri olaraq ilk raundun baş tutduğu İslamabad göstərilir. Yəni, rəsmi İslamabad da bunun üçün səylər göstərir ki, məhz ölkəsində, Pakistanda baş tutsun bu görüş. Maraqlı məqam nədən ibarətdir? 11-12 aprel tarixində bir neçə gün bundan əvvəl oldu bu görüş, amma masadan tamamilə anlaşmadan qalxdıqları xəbərləri verildi ən azı ictimaiyyətə. Nə baş verdi ki, bir neçə gündən sonra təkrar masaya qayıtmaq istədi tərəflər. Amerika deməli masada hansısa belə deyim irəli sürdüyü tələbləri yumşaltmaq öhdəliyimi götürdü Tehran qarşısında, yoxsa Tehran nüvə sazişi, Hörmüz boğazı və s. bunlarla bağlı hər hansı bir öhdəliyimi götürdü. Bunlar bilinmir, amma hər halda bugün sabah artıq belə bir görüşün keçirilməsi nəzərdədir. Deməli, həmin görüşlərin nəticə əldə olunmadığı halda Amerika Birləşmiş Ştatları nəyə əl atdı? Hörmüz boğazını blokladım dedi. Artıq 3 gündür ki, bu bloklanma prosesi davam edir. İran limanlarına gedən və İran limanlarından çıxan gəmilərin burada deməli söhbət müxtəlif növ gəmilərdən, məhsullar daşıyan gəmilərdən gedir. Neft, qaz, gübrə, digər məhsulları daşıyan gəmilərdən gedir və bundan artıq İrana böyük bir zərbə, iqtisadi zərbə indirdiyini açıqlayır. Bəlkə də əlində belə deyək, bu şansına, bu imkanla rıçaqla gedir artıq görüşləri ABŞ və Tehranı ola bilsin bir qədər bu məsələdə büdrətmiş ola bilər. Yaxud İran nə elədi bu müddət ərzində? Təbii ki, İran da özünü yenə də Hörmüz boğazında güzəştə getməyəcəyini açıqladı. Nüvə proqramında heç bir dəyişiklik niyyətimiz yoxdur açıqlamasını verdi. Həqiqətən də maraqlıdır. Sabahki görüşdə deməli tərəflərin qovluğunda nələr olacaq? Fərqli nədir ki, 3-4 gün sonra yenidən bir araya gəlirlər? Amerikanın digər məsələsi nədir? Görüşün keçirilmə tarixi maraqlıdır. Əgər həqiqətən də sabah baş tutarsa, cümə axşamı günü və əgər sabah gecəyə doğru görüş başlasa, yaxud da gündüz saatlarında başlayıb 2 gün davam eləsə, bu cümə günü, həftənin 5-ci günün sonuna qədər davam eləmiş ola bilər. Məsələn, ilk təcrübədən biz görürük ki, 21 saata yaxın davam etdi həmin görüş, ilk raund və ertəsi artıq şənbə və bazar günləri biz Amerikanın hücum siyasətində gördüyümüz bir şeydir. Həftə sonları belə hücumlar təşkil olunur, müharibələr başlayır. Biz bunu 12 günlük müharibədə də gördük. Digər ölkələrə qarşı aparılan deməli hücum siyasətində yaxud da başlanan müharibələr, xüsusi hərbi əməliyyat adı qoyulur bu cür proseslərə. Həmin əməliyyatlar da deyə bilərik nümunə kimi və şənbə, bazar günləri nə baş verə bilər? Müharibə yenidən başlaya bilərmi? Növbəti raundu belə deyək, müharibənin başlaya bilərmi? Bununla da bağlı analitiklərə maraqlı yazılar var. Məsələn, həmin günləri artıq cümə gününün sonuna doğru ABŞ-ın deməli aviadaşıyıcı gəmilərindən biri hansı ki, raketlərindən hələ istifadə olunmayıb deyilir. Gerald Ford gəmisi döyüş mövqeyindədir. George Bush aviadaşıyıcı gəmisi artıq deməli akvatoriyaya daxil olub 3-5 gün ərzində. Onu da yəni həmin günə şənbə gününə qədər çatması ehtimalı var, bölgəyə öz döyüş mövqeyinə çatması ehtimalı var. Quru qoşunları aviasiyada onlar da əmr gözləyirlər hazırda. Bütün ümumiyyətlə quru qoşunlarını da deməli yaxın şərqə İran ətrafına toplamağa davam edir. Təbii ki, ABŞ Trump administrasiyası. Belə olan halda İran danışıqlar masasında ABŞ-nin tələblərini qəbul edə bilərmi? Yenə də o sualımız açıq olaraq qalır. Bir neçə gün ərzində nə baş verdi ki, yenidən həmin masaya qayıtmağı seçiblər tərəflər? Çünki masadan deyilənlər də bu idi ki, bəli, atəşkəs razılığı əldə olunmuşdu, görüşlər olacaqdı və görüşlər heç də uzun müddət çəksə də yaxşı, ən azından birinci görüş haqqında deyilən buydu ki, yaxşı aura ilə ayrılmamışdı hər iki tərəf. Çünki ortaq bir məxrəcə gələ bilməmişdi. Əsas suallar, əsas məsələlər hələ də açıq qalmışdı. Hər iki tərəfin belə deyək, qırmızı xəttləri bir-birinin tamamilə ziddi idi ki, burada da bir ortaq məxrəc, bir anlaşma olmurdu və yenidən müharibənin başlayacağını da proqnozlaşdıranlar var idi ki, atəşkəs bitəcək, amma ən azından müsbət tərəf odur ki, ən azından düşünülür ki, yeni bir danışıqlar olsun və bu danışıqlardan nəticə nə olar, nə olmaz, əsas məsələ bundan sonra prosesləri izləmək üçün buradan yaranır sual ki, necə olacaq, necə bitəcək yəni bu. Bəli, Firuz, bir tərəfdən də qoyulan müddət 2 həftəlik müddət artıq bitməyə üzrədir. Bir şey qalmadı atəşkəs müddətinə. Bu müddət ərzində əslində istifadə edib danışıqlardan nəticə əldə etmək lazım idi ki. Əsası sabahki görüş indi harda başlayacaq? Çox kritikdir hər mənada. Bəli, əlbəttə. Başlama yeri ilə bağlı Trumpın deməli ayaqüstü bir müsahibəsi oldu. Qeyd edir ki, Türkiyə deyil, belə bir sual verilmişdi İstanbul və ya Ankaranın ola biləcəyi ehtimalı ilə bağlı. Türkiyə deyil, Pakistan ola bilər, amma biz Avropada da hər hansı bir paytaxtda götürə bilərik. Bəlkə də
manevr ola bilər, belə bir aşağılama da var. Həm Trumpın özündən, həm də administrasiya üzvlərindən belə bir aşağılama da gəlməkdədir. Deməli, CNN-in maraqlı bir paylaşımı var. Təbriz və Xomeyn şəhərlərində çəkilmiş peyk görüntüləri yayımlanır və orada görünən budur ki, raket qurğuları, torpağın altında olan raket qurğularının belə deyim, giriş hissəsi bağlanıb, torpaq qatı ilə örtülüb hücumlar nəticəsində və bu atəşkəs dövründən istifadə edib mümkün qədər o qurğuları, raket buraxılış qurğularını üzə çıxartmağa çalışırlar və sürətli şəkildə 24 saat fasiləsiz orada işlər aparılır. Təbii ki, hər iki tərəf əslində öz qüvvələrinə bir nəfəs verdi bu iki həftəlik atəşkəsdə. Yaydığı məlumata görə zərərsiz çıxan xeyli silah-sursat var. Yəni zərər görməmiş İran tərəfində. Yəni xeyli silah-sursat var ki, mənim ən çox diqqətimi çəkən məsələlərdən biri də bu idi ki, bəli, bu mənbə CNN-dir, hörmətli tamaşaçılar və biz görüntülərlə görürük ki, çünki Amerika Birləşmiş Ştatları tərəfi açıqlayırdı ki, biz xeyli məhv eləmişik, amma görünür ya çoxdur, belə deyək, arsenalında silah-sursat ya da hələ məhv eləyə bilmədikləri, zərəri görməyən xeyli silah-sursat da var ki, CNN-in bu yaydığı məlumat da bunu hardasa təsdiqləyir. Doğrudur. Biz əslində deməli, Küveytdə də ABŞ hərbi bazasında İranın vurduğu helikopterlərdən görüntüləri yayılıb əslində. Onlar da deməli, biz izlədik bir qədər əvvəl. Deməli, orada nədir vəziyyət? Əslində, belə bir məsələ var ki, peyk görüntüləri üzə çıxmasa, ABŞ-nin hərbi itkilərini bilən olmayacaq cəmiyyətdə. Belə bir paylaşım da vardı həmin məlumatda. Yenə də rəsmi mənbələrin, media qurumlarının məlumatlarında yer alırdı bu ifadə ki, ABŞ öz hərbi itkilərindən bu şəkildə gizlədir. Yalnız peyk görüntüləri vasitəsilə üzə çıxır. Bildiklərimiz onlarda bu tərzdə bir yanaşma var. ABŞ-nin hərbi itkilərini gizlətməsi ilə bağlı. İranın iqtisadi itkiləri böyük diqqət çəkir. Təsəvvür edin, Tehranın ötən gün açıqladığı rəqəmlər 270 milyard dollar göstərir. 270 milyard dollar böyük bir məbləğdir. Təbii ki, burada deməli, hərbi infrastrukturun məhv edilməsi məsələsi var, mülki obyektlərin vurulması olsun, digər məsələlər var, zavodlar, həmçinin qapıları müddətsiz açılan arsenaldan gedir söhbət ki, bu qədər yəni istifadə edildi silahlardan, illərdir ki, o silahlar, raketlər nə yaxın mənzilli, nə uzaq mənzilli raketlər istifadə olunmurdu, qalmışdı arsenalda. Biz hətta müharibənin ilk günlərində bu barədə çox danışırdıq ki, yaxın mənzilli silahları, raketləri buraxıb əvvəlcə Körfəz ölkələrdən, yəni ABŞ hərbi bazalarının olduğu yerlərə və sonraki prosesdə artıq bunlar tükəndikcə daha yeni, daha uzaq mənzilli raketlərə üstünlük verəcək. Elə Amerika və İsrailin tələblərindən də biri bu idi ki, o raketlərdən bəziləri İsraili vura biləcək məsafədə mənzillər malikdir və 270 milyard dollar həqiqətən də az məbləğ deyil və artıq Tehran Körfəz, çünki müharibə, eynən, haqlısınız. Aynur, deməli, ikinci raundu müharibənin belə deyək başlasa, artıq burada nə baş verəcək? Bu rəqəmlər bir qədər də artacaq. Biz 40 günlük döyüşlərin nəticəsində 270 milyard dollardan danışırıqsa, növbəti etapda nələr baş verə bilər? Bunda tək ki, yaşanmasın, amma ən azı indiki vəziyyətdə 270 milyardlıq zərər varsa ortada, bunun kompensasiyası hansı formada həyata keçiriləcək? Maraqlı məqamda budur. Məsələn, Körfəz ölkələrinə qarşı artıq bir iddia səsləndirib, tələb irəli sürüb Tehran ki, bəs həmin kompensasiyanı o ölkələr verməlidir. Həmçinin İsrail və Amerika. Məsələ nədən ibarətdir? Körfəz ölkələr dediyimiz deməli burada Səudiyyə Ərəbistanıdır, Küveytdir, digərləri Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya və s. Onları məhz öz ərazisindən, həm hava məkanından, səmasından, həm də deməli hərbi bazalarından Amerika üçün istifadəyə imkan verməsi ilə öz öhdəliyini pozduğuna dair tələblər irəli sürür bu səbəbdən. Amma Körfəz ölkələri özləri də zərər görüblər. Bunu da unutmayaq. İranın zərbələri nəticəsində təkcə yəni Amerika Birləşmiş Ştatlarının tutaq ki, bazalarının olduğu ərazilər yox, digər mülki infrastruktura da dəyən zərərlərin biz videolarını da görürdük falan. Yəni zərər müharibə elədi ki, burada hər kəs zərər görür. Əlbəttə, İran bunu nə ilə əsaslandırırdı? Məsələn, mehmanxanalar vurulurdu, otellər vurulurdu. Onunla əsaslandırırdı ki, hərbi bazalarından, deməli, hərbçilərdən çıxarıb, canlı qüvvəsindən çıxarıb otelləri yerləşdirir və biz o səbəbdən həmin otelləri vururuq. Bu formada ABŞ hansısa şəkildə qaça biləcəyini düşünürdü İran hücumlarından, amma biz bunu da aşıra çıxartdıq və s. Təbii ki, bu İran tərəfinin iddiası. Bəli, onun iddiasıdır. Kəşfiyyat məlumatları, Çinin ötürdüyü peyk görüntüləri və s. nəticəsində əldə etdiklərini deyirdilər bu məlumatların və belə bir vəziyyət var hazırda ortada. İran beynəlxalq məhkəmə vasitəsilə bu zərəri ödətdirə bilərmi qarşı tərəfə? Ödətdirə bilmir. Nəyə görə? Çünki bunun məhkəmə ayağı yoxdur, belə deyək, variantı yoxdur. O səbəbdən ki,
beynəlxalq sanksiyalar altındadır və beynəlxalq sanksiyalar altında olan bir dövlətin beynəlxalq məhkəmələrə müraciət hüququ da məhdudlaşdırılır. Yoxdur. Bax, bu belə bir ağırlı vəziyyət var hazırda İran üçün. Deməli, nə baş verəcək irəlidə, bu da artıq bilinmir. J.D. Vance deməli deyir ki, ABŞ-nin vitse-prezidenti İrana böyük bir vədlərlə çıxış eləyib ötən gecə. Deməli, ABŞ və İran arasında iqtisadi münasibətlərin tam normallaşdırılmasını nəzərdə tutan Trump üslubunda möhtəşəm bir kompromis təklif edildiyini bildirir Vance. İranı faktiki idarə edən şəxsin ABŞ vitse-prezidenti ilə üz-üzə oturduğu belə bir görüş əvvəllər heç vaxt baş verməmişdi. Baxın, Vance-dən kim oturmuşdu üzbəüz? Qalibov. Məhəmməd Baqir Qalibov İran parlamentinin sədri və onun haqqında İranı faktiki idarə edən şəxs ifadəsini işlədir. Maraqlı məqamdır əslində bu. Əgər siz nüvə silahına sahib olmamaq öhdəliyi götürsəniz, biz İranın şəylənməsinə kömək edəcəyik. Biz onu iqtisadi cəhətdən elə dirçəldəcəyik ki, bu mənim həyatım boyu, siyasi karyeram boyu görmədiyim bir dirçəlişdir. İrana bu şəkildə vədlər verir, amma Tehran bu vədlərə nə qədər aldanacaq? Bu məsələ özü də diqqət çəkir və sabaha biz gözləməliyik, belə deyək. Artıq deməli, Donald Trump İranla müharibənin sonuna yaxınlaşdığını bildirib, amma həm də başa çatmadığını da qeyd edib. Belə qəribə Trump-vari açıqlaması var. Onun sözlərinə görə ABŞ hücumları daha da gücləndirsəydi, İranın bərpası 10 illiklər çəkə bilərdi. Roma papasına yenə də bir daş atıb. İranda deyir, 42 min etirazçı öldürülür və Roma papası bunu başa düşmür. Deməli, Roma papası müharibə haqda danışmamalıdır, deyir, özünün dini siyasəti ilə məşğul olmalıdır, əgər məsələləri analiz edə bilmirsə, çünki onun nə baş verdiyi barədə heç bir fikri yoxdur. Belə dostlar, siyasətdə vəziyyət belədir. Yenə də qarışıq. Yenə də qarışıqdır. Biz 16 apreli gözləməliyik. Baxaq, sabah keçiriləcəkmi bu görüş, keçiriləcəksə harada başlayacaq? Harada olacaq? Bəli, növbəti raundlara ehtiyac olacaqmı? Təbii ki, olacaq, amma ən azından əgər sabahki görüşdə nəticə əldə olunmasa, artıq yəqin ki, silahlar işə düşəcək. Atəşkəsin də və ya daha bir görüş üçün hansısa bir razılaşma əldə oluna bilər. Görək. Təşəkkürlər Nəriman. Sağ olun dostlar, uğurlar sizə. Sağ olun.